Maraqlı məqamlardan biri də müəllimlərə hədiyyə məsələsidir. Belə ki, əgər kimsə müəlliminə hədiyyə vermək istəyərsə, bunun qiyməti 20 funtdan baha olmamalıdır, yəni 45 manat 50 qəpik. Əks təqdirdə müəllimin başına elə oyun gələ bilər ki, adı da yadından çıxar. Bahalı hədiyyə təqdim olunarsa, müəllim bundan kübarca imtina edə bilər və ya məktəb müdiriyyətinə bu barədə məlumat verməlidir. Əgər bu baş verməzsə, müəllim rüşvətxorluqda günahlandırılaraq cəzalandırılır. Özəl məktəblərdə içəri girmək, hətta siniflərə daxil olmaq üçün xüsusi kartlar verilir. Bura isə məktəbin yeməkxanasıdır. İqtisadiyyat, menecment və biznes dərsləri keçmək üçün hər bir kompüter ayrılıqda xüsusi ödənişli eksklüziv proqramla təchiz olunur. Bu otaq isə məktəbin kitabxanasıdır. Buranı isə gizli otaq adlandırırlar. Otaq rəqəmsal kitabxanadır. Kompüterlərdə lazım olan istənilən kitabın elektron variantı burada var. Yeri gəlmişkən deyim ki, müəllim maaşı aya 3000 funt civarındadır. Bu bizim pulla 6835 manat eləyir. Həkimlərin aylıq qazancı ortalama 3500 funtdur, yəni 7974 manat. Məşhur London keblərinin sürücüləri isə aya 4000 funt qazanırlar. Bizim pulla 9113 manat eləyir. Belə baxanda ən asan başa gələni taksi sürücüsü olmaqdır. Amma o iş elə də asan deyil. Çünki taksi sürücüsü lisenziyası almaq üçün 4 il oxumalısan və şəhəri 5 barmağın kimi tanımaq şərtdir. Londonda isə 25 min küçə, 20 minə yaxın dayanacaq nöqtəsi var. Hər küçəni, hər dalanı, hər tini tanımaq lazımdır. Bu isə elə də asan məsələ deyil.